Bugünkü dərsimiz Şimali Qafqaz 18-19-cu əsrlərdə olacaq. Şimali Qafqaz bilirsiniz də Azərbaycanın yuxarı bölgəsidir, yəni Cənubi Qafqazın üst şimal hissəsidir ümumilikdə və bugünkü Azərbaycan Rusiya olan ərazisidir. 18-ci əsrdə Şimali Qafqaz belə bir növ xırda dövlətlərə parçalanmışdı və 18-ci əsrdə artıq Rusiya Şimali Qafqazın işğal prosesini həyata keçirməyə başladı. Lakin buna baxmayaraq Qafqaz xalqları, yəni Şimali Qafqaz xalqları bu dövrdə Ruslara qarşı ciddi müqavimət göstərdi. Nə qədər də vahid şəkildə olmasa da, parçalanmış şəkildə olsalar da. Bunlar içərisində ən belə deyək də güclüsü 18-ci əsrdə Şeyx Mənsur olacaqdı. Şeyx Mənsur bir növ belə deyək də Qafqaz savaşını, 18-ci əsr Qafqaz savaşının ən aparıcı belə deyək də şəxslərindən biri olacaqdı. 1785-ci ildə Şeyx Mənsur ruslarla bir növ belə deyək Alda döyüşü baş verir və bu Alda döyüşündə Şeyx Mənsur qələbə qazanacaqdı. Bu qələbə dağlıq xalqlarını ruhlandıracaqdı. İkinci ən böyük belə deyək də ruhlandırma prosesi 1787-1791-ci ildə Rus-Osmanlı savaşının başlanması Qafqaz xalqını daha da ruhlandırır. Çünki Ruslara qarşı ciddi müqavimət göstərmək Qafqaz xalqlarının belə də ən böyük dəstəsi Osmanlı idi və Osmanlı nə qədər güclü olarsa Qafqaz xalqları da Ruslara qarşı ciddi müqavimət göstərəcəkdi. Bu vaxt Şeyx Mənsur da Osmanlılara bu məsələdə yardımlar eləyirdi və birlikdə mübarizə apardı. Lakin 1790-da belə deyək Kuban döyüşündə bir növ Mənsur döyüşdə məğlub olacaqdı və yaralanacaqdı. Bundan da bir növ Qafqaz xalqlarının mübarizəsi bir zəifləyəcəkdi. Üstəlik 1791 Yazısı sülhü imzalanacaqdı. Yazısı sülhünün imzalanması, Osmanlının Qafqaza olan müdaxiləsi və Qafqaza olan təsirini azaltması da 18-ci əsrdə bu prosesi zəiflədəcəkdi. 1785-də baş verən hadisələri birinci araşdıracaqsınız, yəni axtaracaqsınız, tapacaqsınız özünüz. 19-cu əsrə baxdığımızda bir növ Qafqaz müharibəsi tarixçəsi var. Burada bu müharibə Qafqaz müharibəsi gedir tarixə. Rusların Qafqaz müharibəsi 1817 və 1864-cü illərdir. Bu müharibə içərisində ən güclü nümayəndəsi Şeyx Şamil olacaqdı. Şeyx Şamilin bir növ rəhbərliyi altında Qafqaz xalqlarının mübarizəsi çox güclü keçir. Hansı ki, bu mübarizə Qafqaz xalqlarının Ruslara qan uddurduğu bir dövr idi. 1834-1859-cu illərə əhatə Şamilin dövrü. Şamil burada güclü bir dövlət yaratmışdı. Dövlət imamət idi. Müridizm əsasında idarə olunurdu. Yəni davamsız əsasında idarə olunurdu və bütün müharibənin belə deyim, bütün tələblər müharibəyə doğru yönəlmişdi və bütün hər şey müharibə tələblərinə uyğunlaşdırılmışdı. Çox sərt nizam insanlı bir ordu yaratmışdı. Lakin qüvvələr nisbəti, arası kəsilməyən Rus qoşunlarının davamlı gəlişi və Qafqaz xalqlarının daxillərində çəkişmələr 59-da Şeyx Şamilin özünün təslim olması ilə 1864-də isə Qafqazın tamamilə işğal olunmasından başlayacaq və beləliklə Rusiya Şimali Qafqazın işğalını 1864-cü ildə başa çatdırmış olacaqdı. 1864 hadisələrinə baxdığımızda biz burada Çində keçmişik, Taipilər hərəkatın yatırılmasını da götürə bilərsiniz. Yəni xəbəriniz olsun, yəni ona uyğun bir növ belə də eyni ildə baş verən hadisələri qeyd edirsiniz. Bu da sizin Şimali Qafqaz dərsiniz uşaqlar.